Hər kəsə salamlar dostlar. Bu günlər mən sizə 15 mart OTK-nın 9-cu siniflər üçün keçirilmiş olduğu sınaq imtahanı izahını verəcəm. İlk sualdan başlayırıq. Funksiya bölməsinə aid bir sualdır. Deyir, n parametrinin hansı qiymətində bu funksiya -2 nöqtəsindən keçər. Biz nə edəcəyik burada? -2-ni x-in, 2-ni də y yerinə qoyacaq. Çünki funksiyada birinci nöqtə x-i, ikinci nöqtə y-i bildirir. Yerinə qoysaq, bu mənfiyə dəymək olmaz. Ona görə mənfi yazırıq. -2-nin kvadratı üstəgəl 3 vur -2 üstəgəl m bərabərdir 2. Y yerinə 2 qoydum. -2-nin kvadratı 4 eləyir. Qabaqda da mənfi var olur. -4. 3-ü -2-yə vururam. -6 üstəgəl m bərabərdir 2. Buradan -10 üstə m bərabər 2. M-i tapmaq üçün -10-u bu tərəf atırıq. Olur 2 üstəgəl 10, yəni 12. D variantı. Növbəti sualı deyir ki, elədin, standart şəkildə yazılışında tərtibini tapın. Biz də bilirik ki, standart şəkildə yazılışda qiymətli hissə 1 ilə 10 arasında daxil olmalıdır. Ona görə mən bu 28.000-i 2,8 vur 10 üzəri 4 yazmalıyam. Baxın, bu 4 olur tərtib. Qiymətli hissəsi 2,8. Bizdən tərtib istəyir, cavab 4A variantı. Çevrənin radiusunu 4 dəfə artıranda uzunluq necə dəyişər? Uzunluq düsturu 2 pi-dir. Yəni uzunluq radius ilə düzüm tənasibdir. Ona görə 4 dəfə artırsam, elə uzunluq da 4 dəfə artar. A variantı. 34-cü suala baxırıq. Deməli, nə deyir burada? Deyir ki, A və B çoxluqları üçün A ilə B-nin kəsişməsinin sayı 7-dir. B ilə A-nın fərqinin sayı 4-dürsə, B-nin sayını tap. Biz 2 dənə dairə çəkək, E-lər Venn dairəsi. Bura A, bura B olsun. Kəsişmə bilirik ki, ortadır. Ortanı 7 verib. Və B minus A buradır. A minus B buradır. Və B minus A-nı 4 verib, B çıxanı. B-ni istəyir. B bu dairənin hamısıdır. Ona görə 7 və 4-ü toplayacaq. Cavab olacaq 11. Yəni D variantı. 35-də əkov və əbob verib, onların cəmini istəyir. Əkov ən kiçik ortaq bölünəndir. Yəni 12 və 84-də bölünən ən kiçik ədəd tapırıq. Bunun qısa yolu belədir. 12, 84-ü yazırıq. Hər ikisi bölünür məsələn 12-yə. Burada 1 qalır, burada 7. Bu ortaq vuruqdur, bunlar ortaq olmayan. Əkov da ortaq və ortaq olmayan vuruqların hasil olduğuna görə olur 12 vur 1 vur 7, yəni 84. 83 ilə 84 də qarşılıqlı sadə ədəd olduğuna görə onların əbobu 1-ə bərabər olur. Və 84 ilə də 1-in cəmini istəyir, cavab 85C variantı. 36. Sistem tənlik. Deyir, x-i tapın. Alt-altı toplayaq. -y ilə müsbət y ixtisara gedəcək, qalacaq. Deməli, islah olunacaq daha doğrusu. Qalacaq 5x bərabərdir 20-yə, x də bərabər 4-ə. C variantı. 37-ci sualda deyir, tənliyin müsbət kökünü tapın. Ortaq vuruq çıxaraq, çünki bu natavam kvadrat tənlikdir. X-i çıxartsaq, qalacaq 5x çıx 4. Bərabərdir 0. Natavam kvadrat tənliyi həll etmək üçün bir dəfə bunu 0-a bərabər edirik. Bir dəfə də mötərizəni. Buradan 5x bərabərdir müsbət 4, x də bərabərdir 4/5, yəni 0,8. Bizdən də müsbət kök istəyir, cavab 0,8 C variantı olur. 38-ci suala baxırıq. Deməli, belə bir kəsr verib, deyir AB hasilini tap. Tənasübdür uşaqlar. Tənasübdə də bilirik ki, çarpaz vurma metodundan istifadə edəcəyik. 3A-nı vururuq 12B-yə, bərabərdir 4-də vururuq 1-ə. Buradan alınır 36 AB bərabər 4. AB-ni istəyir, 4-ü 36-ya bölürük. İxtisar aparırıq, cavab olur 9-da 1, yəni C variantı. 39. Ədəd oxunda -6 3 ədədindən sağda. -6,3 ədədindən sağda yerləşən mənfi tam ədədlərin cəmini tapın. -6,3 deyək ki, buradadır. Bunun sağında yerləşən mənfi tam ədədlər hansıdır? -6-dır, -5-dir, -4-dür, -3-dür, -2-dir, -1-dir. 1, 2, 3, 4, 5, 6 dənə. Onların da cəmini istəyir. Cəmliyək bunları. Toplayaq qabağına mənfi atarıq. Deməli, 10, bu da 10, 20, bu da 1. -21. A variantı. 40-cı sual. A üstə B-ni 4 verib, C çıxanı -2 verib. Bizdən belə bir ifadəni istəyir. Uşaqlar, bu ifadəni etmək üçün gəl bu ikisini ortaq, bu ikisini də götürək, qruplaşdıraq. Yəni, A kvadrat çıx AC-ni 1 götürək, AB çıx BC-ni 1 götürək. Görək nə baş verəcək. Buradan A-nı çıxarsaq qalacaq. Deməli, A çıx C. Bu birisindən də
Bax, buradan da B-ni çıxarsaq qalacaq yenə A açıq C. Düzdür? Üstəgəl bir də dəyməyək. Ortaq vuruq A açıq C-dir. A açıq C-ni çıxarsaq qalacaq A üstəgəl B. Bir də qıraqda 1 yazırıq. A açıq C, A üstə B. A üstə B-ni 4 verib uşaqlar. A açıq C-ni nə verib? Əgər C çıxa mənfi 2-dirsə, A açıq C-də onun əksi olduğuna görə olacaq müsbət 2. Yəni, bura müsbət 2-dir. Vur. A üstə B-ni də verib bizə 4. 4. Və üstünə də bir gəlirik, olur 9, yəni B variantı. Maraqlı bir sual. 41-ci sualda nöqtələr arasındakı məsafəni tapın deyir. 2 nöqtə arasındakı məsafə düsturu belədir də. A, B-nin məsafəsini tapmaq üçün ikincidən birincini çıxıb kvarta yüksəldirik. Üstə gəl, yenə ikincidən birincini çıxıb kvarta yüksəldirik. O da olur 5-in kvadratı. Üstə gəl, 12-nin kvadratı, o da 169 eləyir. Yəni 13 çıxır B variantı. 42-ci suala baxırıq. Tam səthin sahəsi 24 olan kubun həcmini tap deyir. Biz bilirik ki, kubun tam səthin sahəsi 6A kvadratdır və verib 24. A kvadrat olur buradan 4. A da olur 2. Kubun həcmi də A kubudur. 2-nin kubu da eləyir 8, yəni B variantı. 43-də deyir ki, 5də 1 hissəsi dolu olan hissənin boş hissəsinin həcmi dolu hissəsinin həcmindən neçə dəfə çoxdur? 5də 1 hissəsi doluldursa, deməli 5də 4 də boşdur. Boş hissə dolu hissədən neçə dəfə çoxdur? Yəni 5də 4-ü 5də 1-ə bölürük. Kəsirləri böləndə birinci kəsir qalır, ikinci tərs fırlanır. İxtisar aparsaq cavab olacaq 4. D variantı. 44. Məxrəci irrasionaldan azad edin. Biz bilirik ki, məxrəci azad etmək üçün hər tərəfi məxrəcin qoşmasına kökünə vururuq. Burada kök 2-yə vururuq. Olur 8 kök 2 bölü 2. Yəni ixtisar getsə 4 köklə 2 Y variantı. 45-də katetləri 5 və 6 olan düzbucaqlı üçbucağın sahəsini istəyir. Düzbucaqlı üçbucağın sahəsi katetlərlə verilərsə, katetlər hasilinin yarısına bərabərdir. Çünki burada katetlər həm də hündürlüyü rolunu oynayırıq. Məsələn, bu A-dır, bu H. AH bölü 2 düsturuna görə olacaq 15, yəni B variantı. 46-cı sual. A-nın hansı qiymətində belə bir ifadə verilib, deyir, bu bərabərlik doğru olar. Üstdən xətt çəkilməsi onun ədəd olduğunu bildirir. Yəni 2 rəqəmli ədəd. Deməli, 2A belə açılır da 20 üstəgəl A. A7 də belə açılır. 10A üstəgəl 7. Bərabərdir 2 vur. A0 da belə açılır da 10A üstəgəl 0. Deməli, bu A, bu da 10A, elədi 11A. Bu 20, bu da 7, elədi 27. Bərabərdir. 2-ni 10A-ya vururam, edir 20A. 2-ni 0-a vururam, 0 edir, daha 10 yazmıram. Deməli, buradan da 11 anı bir tərəf açsaq, 20A-dan 11A çıxsaq, eləcək 9A bərabərdir 27. A da bərabərdir 3. Bizdən də A-nı istəyir, cavab 3. 47-ci sual. ABC üçbucağında deyir, AD perpendikulyardır BC. Yəni, bura 90 dərəcədir. BAC bucağı 45 dərəcədir. BAC bucağı 45-dir, yəni bura hamısı 45 dərəcədir. 45 dərəcədir. Sonra CD böl AD-ni bizə verib 1 böl kök 3 nisbətində. Yəni, bura 1x-dir. CD. AD-də kök 3x-dir. Bax, belə bir şey verib. Aha. Bizdən nə istəyir? ABC bucağının dərəcə ölçüsünü istəyir. ABC bucağı. ABC bucağı. Bizdən bu bucağın dərəcə ölçüsünü istəyir. Bunu tapmaq lazımdır. Görək necə tapırıq. Burada uşaqlar diqqətimi nə çəkdi? Görürük ki, bura x-dir, bura kök 3x-dir. Və Pifaqorda belə bir qayda var idi də. Məsəl üçün, bura 30 dərəcə, bura 60 dərəcə olanda 30-un qarşısı x-dir, 60-ın qarşısı kök 3x-dir. Düzdür? Burada da baxın, 90 buradır. Deməli, onda belə çıxır ki, bax, bu bucaq 30 dərəcə olmalıdır ki, 30-un qarşısı x olsun. Burada 60 dərəcə olmalıdır ki, 60-ın qarşısı kök 3x olsun. Burada 90-dır. Bunun hamısı da 45 dərəcədir axı. Onda bura düşür 15 dərəcə. Aha. Bizdən B bucağını istəyir, təpə bucağını istəyir. Üçbucağın da daxili bucaqların cəmi yüksəsinin olduğuna görə bura 45, bura 60. 45-dən 60-ı toplayırıq, eləyir 105 dərəcə və 180 dərəcədən də 105 dərəcə çıxacaq, eləyəcək 75 dərəcə. Cavab 75. Növbəti suala baxırıq. Sistem bərabərsizlik. Biz bilməliyik ki, sistem bərabərsizliklərdə
Bir-bir bərabərsizləri tapıb sonra kəsişdirmək lazımdır həllər çoxluğunu. Vurub açsaq olacaq 2x üstə 2 böyükdür x. Bunu həll eləsəm 2x-dan x çıxıram x, altdan da 2 çıxıram 4. X böyük 4. Bu birisini həll eləsəm 3x kiçikdir 2x üstə 10. X-i bu yana da bu yana atıram, işarəsini dəyişirəm. Olur 3x çıx 2x, yəni x kiçikdir 10 çıx 2, yəni 8. Baxın, bunları elə doxunda kəsişdirirəm. 4-dən böyüklər. Sonra 8-dən də kiçiklər. Bunlar kəsişir 4 ilə 8 arasında. Amma 4 ilə 8 ola bilməz təbii ki. Çünki bərabər yoxdur. Deyir, bunu deyən natural həllərin cəmini tap. 4 ilə 8 arasındakı naturallar da uşaqlar bilirik ki 5, 6, 7-dir. Bunların da cəmi eləyəcək 18. 49-cu suala baxaq. 49-da A, B bir-birinə paraleldir. C onları kəsir. Baxırıq, burada 1 ilə 2 eyni tərəfdədir və bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların cəmi də 180 dərəcədir. Yəni bucaq 2 ilə bucaq 1-in cəmi 180 dərəcədir. Bunu biz bilməliyik. Və onların fərqini də bizə verir 100 dərəcə. Biz bunları altada toplasaq, bucaq 1-lər ixtisara gedər. Onlar 2 dənə bucaq 2 bərabərdir 280 dərəcə. Hər tərəfi 2-yə bölsək, bucaq 2 də olar 140 dərəcə. Bizdən də bucaq 2-ni istəyir, cavab 140 dərəcə. 50-ci suala baxırıq uşaqlar. A üstəgəl 1 böl A-nı verib, A kvadrat üstə 1 böl A kvartını istəyir. Köməkçi müxtəsər dilində eləmək olar, hər tərəfi kvarta yüksəltmək olar. 2 cür yol öyrədəcəm. Birinci yol budur. Hər tərəfi kvadrata yüksəltmək. Bax, bunu da 7-də kvarta yüksəldirəm. Müxtəsər kimi açıram. Olur A kvadrat üstəgəl 2 vur A vur 1 böl A üstəgəl 1 böl A-nın kvadratı bərabərdir 49. 7-nin kvartı 49. Bunlar ixtisar gedir. Buradan A kvadrat üstə 1 böl A kvadrat bərabər olur. Bu 2-ni bu tərəfə atıram. 49-dan 2 çıxıram 47. Cavab 47. Bu birinci üsul. İkinci üsulda köməkçi müxtəsər vurma düsturudur. Ondan necə yazmaq olar? Biz bilirik ki, A kvadrat üstə B kvadrat bərabərdir A üstə B-nin kvadratı çıx 2AB. Düzdürmü? Onda belə çıxır ki, A kvadrat üstə 1 böl A kvadratda A üstə 1 böl A-nın mötərizə kvartı çıx 2 vur A vur 1 böl A-dır. Bunlar ixtisar getsə, A üstə 1 böl A 7-dir. Olur 7-nin kvartı çıx 2, yəni 47. Cavab 47. Növbəti sual. Turist əvvəl yolun 30%-ni, sonra qalan yolun 60%-ni getsə, neçə faiz gedilməmiş qaldı? Uşaqlar, yol bilirik ki 100%-dən ibarətdir. 30%-ni gedibsə, qalıb 70%-i. İndi qalan yol demir, yəni 70-in 60%-dən söhbət gedir. 70-in 60%-ni gedibsə, deməli 70-in 60%-i nə qədər edir? 70 vur 60 bölü 100, yəni 42%. 70-in 42%-ni gedibsə, deməli 70 çıx 42. Yekunda qalıb 28%. Bizə dedik ki, neçə faiz gedilməmiş qaldı? Cavab 28%. Növbəti sual. A çoxluğun elementlərinin sayı 6-dır, B 8-dir, kəsişməsinin sayı 2-dir. Gəlin Euler Venn diaqramı çəkək. Hələ ki, A buradır, B buradır. Kəsişmə ortadır. A-da 6 element var, yuxarı yazırıq. Çünki A dairəsinin hamısıdır. B 8-dir. Kəsişmədə 2 element var. Deyir ki, AB çoxların birləşməsindən təsadüfi götürülmüş bir elementin A minus B çoxluğunun elementi olması hadisəsinin ehtimalıdır. Uşaqlar, A-da 6 element var, düzdürmü? Onda A çıx B-də 4 element var da belə çıxır ki. Çünki onların cəmi A-da axı. Aha, biz indi birləşməsindən bir element götürürüksə, birləşməsi bilirik ki, burada 6 olacaqdır. Çünki cəmi 8 element var. Birləşmə bu üçünün cəmidir də. Birləşməsində deməli 12 element var. 12 element. 12 elementdən eləsi seçirik ki, A minus B olsun. Yəni A çıx B, yəni 4 element olsun. Bunlar da ixtisara gedir. 3-də 1 olur. 53-cü sual. 53-ə baxırıq. Hündürlüyü tərəfindən, deməli, kök 3 dəfə kiçik olan rombun. Bir dəqiqə. Hündürlüyü tərəfindən kök 3 dəfə kiçik olan rombun daxilinə çəkilmiş çevrənin radiusu 3 kök 3 olarsa, bu rombun perimetrini tapın. Deməli, bir dənə rombdur. Rombun da daxilində bir dənə çevrə var. Aha. Deyir ki, hündürlüyü tərəfindən kök 3 dəfə kiçik olan rombun daxilinə çəkilmiş çevrənin radiusu. Biz bilməliyik ki, uşaqlar, rombun daxilinə çəkilən çevrənin radiusu rombun hündürlüyünün yarısıdır. Rombun hündürlüyünün yarısıdır, düzdürmü? Radiusu da verib 3 kök 3.
Radius 3 kök 3-dürsə, deməli belə çıxır ki, 3 kök 3 bərabərdir h bölü 2. Buradan çarpaz vursam hündürlük olacaq 6 dənə kök 3. Rombun hündürlüyünü tapdıq. Deyir, hündürlüyü də tərəfdən kök 3 dəfə kiçikdir. Onda tərəf də A olsa, A olacaq deməli, əgər hündürlük tərəfdən kök 3 dəfə kiçikdirsə, deməli, tərəf də hündürlükdən kök 3 dəfə böyükdür də. Onda 6 kök 3-ü vuracaq kök 3-ə. Eləcək 6 vur 3, yəni 18. Deməli, bu rombun tərəfi 18-dir. Rombun da bütün tərəfləri 18 olduğuna görə, bərabər olduğuna görə 18 olur. Və bu rombun perimetrini istəyir. Perimetrdə tərəflərin cəmidir və yaxud da 4 vur 18-dən olacaq 72. Maraqlı bir sualdır. Cavab 72. 54. ABC düzbucaqlı üçbucağında deyir NN perpendikulardır AB-yə və bizə MN-i 4 verib, yazırıq 4. NC-ni 7 verib, AM parçasının uzunluğunu istəyir, BM-i də 3 verib. Aha, bura 90 dərəcədir. Burada Pifagordan mən buranı 5 tapa bilərəm də, bu üçbucaqdan 5-dir. 3, 4, 5 üçlüyü. Aha, indi bizə 3, 4, 7-ni verib, bizdən AM parçasını istəyir, AM də X deyir. Uşaqlar, burada oxşarlıq quracaq necə yəni? Bax, bura bir alfa desəm, bu alfa həm ABC üçbucağının bucağıdır, həm MBN-in bucağıdır. Sonra burada 90'dır, böyük üçbucağın bucağı 90'dır. Onda avtomatik bunun üçüncü bucağı, yəni bura bir nə deyək? Burada bir beta desəm. Bu bucaq üçüncü üçbucağın üçüncü bucağına bərabər olacaq. Gəlin bunu biraz böyük çəkim. Buradan çəkəcəm. Bax, bu bir üçbucaqdır, düzdürmü? Bu üçbucaqda buranı 90 verib, bura 90'dır. Bu bucaq, bu bucaq. Həm balaca üçbucağın bucağıdır, həm böyük. Alfa yazdım bura. Bax, bu 90, bu da alfa. Burada da bu 90, bu alfa. Onda belə çıxır ki, bu üçbucağın üçüncü bucağı, bax, bu beta, böyük üçbucağın üçüncü bucağı olan betaya bərabər olacaq. Bu A'dır, bu M'dir, bu N'dir, bu B'dir, bu C'dir. Aha, verilənləri yazsaq, MN'i verib 4, sonra NC'ni verib 7, B'mi verib 3. B'm 3'dür. B'mi səhv yerə yazdım. B'm 3'dür. Pifagorla BN olacaq 5. Düzdürmü? İndi oxşar nisbətlər quraq. Deməli, bu üçbucaqda alfanın qarşısında 4 dayanıb, böyük üçbucaqda alfanın qarşısında bilmirik nədir. X yazaq. Bura bir X yazaq. Sonra deməli, balaca üçbucaqda betanın qabağında 3 dayanıb. Bax, betanın qabağında 3 dayanıb. Böyük üçbucaqda betanın qarşısında 5/7, yəni 12 dayanıb. Buradan çarpaz vursam, deməli, X olacaq 16. Bura oldu 16. Bizdən AM istəyir, düzdürmü? İndi Pifagor eləyəcəm, uşaqlar. Bax, bu katet 12, bu katet 16. Pifagor eləsəm, 12'nin kvadratı üstə 16'nın kvadratı olacaq, deməli, 400. Deməli, burada AB 20 olacaq. Çünki AB'nin kvadratı axı 400-ə bərabərdir. Bunun hamısı 20'dirsə, bizdən də AM istəyir, 20'dən də 3 çıxacam, eləyəcək 17. Maraqlı bir oxşarlıq sualı idi. Və nəhayət 55-ci sual, sonuncu sual deyir. 2 ədədin cəmi 6'dır. Yəni, deyək ki, biri A-dır, biri B 6'dır. Kvadratlar cəmi, yəni A kvadrat üstə B kvadrat 22-dirsə, bu ədədlərin hasilini tapın. Yenə bayaq dediyim köməkçi düstur ya da düşsün. O bir səhifədə yazmışdım. A kvadrat üstə B kvadrat bərabərdir. A üstə B-nin kvadratı çıx 2 dənə AB. Onda 22 bərabərdir. 6'nın kvadratı çıx 2AB. Bunu əldə eləsəm 36 çıx 2AB bərabərdir 22-yə. Buradan 2AB bərabərdir 36-dan 22 çıxıram 14. AB də bərabərdir 14 bölü 2-dən 7. Cavab 7. Hər birinizə uğurlar uşaqlar. İnşallah ki, hər bir şey ürəyinizcə olar. Hər biriniz 11-ci sinifdə ali məktəbə qəbul olarsınız. Və bu cür videoların davamı üçün kanalıma abunə olub bildirişlər açmağı unutmayın. Videoya da nə qədər like atsaz, rəy yazsaz, bir o qədər video çox insanın qarşısına çıxar və paylaşıb rəy yazmağı unutmayın. Hər birinizə uğurlar. Sağ olun.